Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Həqiqət ədlər mövzusunun sonuncu, 5-ci mövzusunu izahına baxaq. Deməli, burada birinci sualda bizə görə nə deyir? Deyir, A və B ədədləri arasında aşağıdakı münasibətlərdən hansı doğrudur? Deməli, A ilə B ədədin standart şəkildə verilişidir. Biz əvvəla müqayisə eləmək üçün uşaqlar bunların tərtiblərini eyni eləməliyik. Deməli, bir tərtibimiz 9-dur, bir tərtibimiz isə 8-dir. 9-u parçalasaq, belə yaza bilərik. Deməli, yazırıq 3,7 vur 10 vur 10 üstü 8. Yəni 9 dənə idi, birini və 8-ni parçaladıq. Və 3,7 ona vuranda olur 37 vur 10 üstü 8. Bundan sonra deyirik ki, hər ikisinin tərtibi eynidirsə, o zaman biz bunların qabağında duran hissələrinə görə bunları müqayisə edərik. Deməli, bu 37-dir tamdırsa, bu isə 7,4. 37 7,4-dən böyük olduğuna görə deyəcək ki, A da böyükdür B-dən. Cavabımız olacaq B variantı. Keçək ikinciyə baxaq. İkincidə isə A bərabərdir 4,9 vur 10 üstü 8. B isə bərabərdir 9,8 vur 10 üstü 7. Yenə biri 7-dir, biri 8-dir. Həmişə böyük parçalayırıq. Yazırıq 4,9 vur 10 üstü 1 vur 10 üstü 7 kimi. Demək, yenə burada baxırıq ki, tərtiblərimiz eynidir. Qalır bu hissələr işləmək. 4,9 ona vursaq 49. Bu isə 9,8-dir. 49 9,8-dən böyük olduğuna görə deyəcək ki, A böyükdür B-dən. Burada cavab olacaq D variantı. Üçüncü sual. Ədədi standart şəkildə göstərin deyir. Standart şəkildə göstərmək üçün uşaqlar nə edirik? Soldan gəlirik. Birinci natural ədəddən sonra vergül qoyuruq. Hər zaman soldan gəlirik. Gələndə sol tərəfdən birinci natural ədəddən sonra vergülümüzü qoyuruq. Yəni olur 3,77 vur 10 üstü. Vergüldən sonra neçə rəqəm varsa sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Olacaq üstündə 10. Ədədin standart şəklini göstərin. Baxaq görək. 3,77 vur 10 üstü 10. Cavab A variantı. Eyni ilə 4-ə baxırıq. Vergülü yenə birinci natural ədəddən sonra qoyuruq. 9,9 varımızdır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 10 üstü 8 olmalıdır. Cavabımız olur Y variantı. Sonra baxırıq 5-ci suala. Maraqlı suallardan biridir. Ədədin kəsr hissəsini tap. Ümumiyyətlə yadımızda qalsın ki, kəsr hissəni tapmaq üçün ədəddən tamı, yəni tam hissəni çıxmalıyıq. Mən bunu uşaqlara deyirəm ki, bəzən kət qaydasını yadda saxlayın. Kət. Yəni, kəsri tapmaq üçün ədəddən tamı çıxırsınız. Kət qaydası. Bu, bütün ədədlər üçün ödənilir. İndi bizə ədəd hansıdır? Kök altda 28 çıx 8. Yəni, bizə verilən ifadə bu ədədin özüdür. Yəni, yerinə qoyanda bilin ki, ədəd nə deməkdir. İndi biz ədədin bilirik, amma tamını bilmirik. Tamını tapmaq üçün nə edirik? Baxaq. Kök 28 çıx 8-ə yazırıq ki, 28-dən təqribən çıxır 5 tam, onda deyək ki, 2 məsələn deyək. Yəni 25 açdığına görə 5 tam, onda 2 çıx 8. 5 tam onda 2-dən 8 çıxanda eləyəcək mənfi 2 tam, onda 8. Bunun da tamı bilirik ki, mənfi ədədlərdə tam isə 1 vahid artıq olur. Yəni mənfi 3 olur. Və gəlirik kəsr hissəni tapmaq üçün yazırıq.
bərabər ədəddən, ədədimiz budur. Çıxırıq tam hissəni, yəni -3-ü. Burada belə bir ifadə alınır. Kök altda 28 çıx 8, -mənfiyə toqquşu olur +3. Və olur kök altda 28 -5. Keçirik 6-cı misala. 9 çıx kök altında 29. Bu ədədin kəsr hissəsini tapın. Yenə də, əvvəla birinci bunun tamını tapırıq. Tamı bərabər 9 çıxılsın. Kök altda 29-dan çıx hardasa 5 tam nə qədərsə. 5 tam onda deyək ki 3. O da 9-dan 5 tam onda çıxanda edir 3 tam onda 7. Müsbət ədəddir deyə tam elə özü göstərir. Yəni tam 3-dür. Kəsr hissəni tapmaq üçün dedik ki, ədəddən, ədəd bizdə 9 çıx kök 29-dur. Çıxırıq tamını, yəni 3-ü. 9-dan 3 çıxanda 6 çıx kök altında 29-a. 7-ci sual. Kök altında 19 çıx 10. Birinci yenə bunun tamını tapmalıyıq. Kök 19 çıx 10. Kök 19-dan təqribən çıxır 4 tam, çünki 16 var içində. 4-ün kvadratı var sonuc olaraq. 4 tam onda, məsələn, 2 deyək. 3 deyək, fərqi yoxdur. Əsas o ki, 4 tamla başlayır. Çıx 10. Bu bizə verir -5 tam onda 7. Və buradan tam isə bir vahid, mənfilərdə bir vahid artar. Yəni -6 çıxır. İndi gəlir kəsr hissəni tapmağa. Dedik ki, ədəddən, yəni kök 19 çıx 10-dan çıxırıq yenə tam hissəni, yəni -6-nı. Burada da belə bir şey alınır. Kök 19 çıx 10, mənfiyə dəyər +6. Olur kök 19 -4. Kök 19 -4, o da olur B variantı. Bayaqkında 6 çıx kök 29 A variantı. Ondan qabaq kök 28 çıx 5 D variantı. Variantları kuru qalmamışdır. 8-ci suala baxaq. Yenə eyni tiplidir. Kök 17 çıx 9-un kəsr hissəsini soruşur. Birinci yenə tamını tapaq. Kök 17 çıx 9. 17-də 16-nı açdığına görə 4 tam. Tutaq ki, 10-da 1 deyə bilərik. Nə ürəyiniz istəyir verə bilərsiniz. Ya həmişə 4 tam onda 5 ilə də işləyə bilərsiniz. Çıx 9. Bu deyir -4 tam onda 9. Tam hissəsi olur nə? Uşaqlar bir vahid artıq -5. Və gəldik kəsrini tapırıq. Kəsri də bərabərdir ədəddən. Yəni kök 17 çıx 9-dan çıxırıq tamını, yəni -5-i. Bu da olur kök 17 çıx 9, mənfiyə dəyər +5. Bu da bərabərdir kök 17 çıx -9-dan 5 də bizə 4 verir. Kök 17 çıx 4 olur B variantı. Diqqətli olun, burada 4 çıx kök altda 17 də var. Siz dəqiq olsun deyə mütləq baxın. Görün birincisi hansı gəlir. 9-cu sualda deyir A və B standart şəkildə verilib. Emin neçə natural qiymətində AB hasilinin tərtibi 8-ə bərabərdir. Deməli yazırıq A bərabərdir M vurulsun 10 üstü -6. B bərabərdir 2,6 vur 10 üstü 23. Bunların hasilini deyirsən, A-nı B-yə vuracam. Deməli, qiymətli hissələrini 1 vuracam, M 2,6-ya vuracam. Və onluq hissələrini də 1 vuranda üstlər toplanılır. 23-dən 6 çıxma kimi olur. Və bu da 17 verir bizə. 10. Bu 16-ymış üzrü uşaqlar. Onda bu 7 olacaq. 16 olsun. Onda bunun üstünə yazırıq ki 10 üstü 7.
Amma bizə deyir ki, m-in neçə natural qiymətində hasilin tərtibi 8 olar. Bizdə isə neçə tərtib? 7-dir. 8 olması üçün bir dənə də onluq yaranması lazımdır. Onluq yaranması üçün gərək ki, burada tam hissəmiz 2 rəqəmli ola ki, biz onu yaza bilək. Deməli, burada yazırıq ki, 2,6 m gərək ki, neynəsin? 2 rəqəmi aşsın. 2 rəqəmini aşmaq üçün, yəni 2 rəqəmini aşmaq üçün böyük olmalıdır, deməli 10-dan. Hətta böyük bərabər də ola bilər, olmalıdır 10-dan. M böyük bərabərdir, deməli 10 bölünsün 2,6. Vergülümüzü açsaq, 100 bölünsün 26 kimi baxsaq, bu deyilir haradasa 3,26-da 3'ü 26'ya vursak eləyər 78, orada qalar 22 qalır. Bir sözlə m 3,26'da 22'dən böyük olmalıdır. Bizə natural qiymət soruşduğuna görə özünü götürə bilmirik. 3,dan da böyük neçə gəlir? 4. M 4 ola bilər. Sonra davam elətdiririk. Yəni 5 ola bilər, 6 ola bilər. Bəs hara kimi davam edə bilər? Gəlib baxırıq ki, başda şərtdə uşaqlar M A-da da var idi. Yəni bax burada göstərək. Burada A-da M var idi. Və bilirik ki, tərtib qiymətli hissəmiz standart şəkildə verilibsə, M özü də birdən böyük bərabər olmalıdır. Amma ondan nə olmalıdır? Kiçik olmalıdır. Ondan kiçik olmalıdırsa, mən bunu hara kimi davam elətdirə bilərəm. 4, 5, 6, 7, 8 və 9. 10 yaza bilmərik. Deməli, buradan həllimizə görə M 3,26, 22-dən böyük olmalıdır. Ondan da kiçik olmalıdır. Bunu da nəzərə alsaq, başa düşürük ki, 4 ilə 9 arasında ədədləri götürə bilərik. Bizə soruşur, neçə natural qiymətini sayaq görək. 1, 2, 3, 4, 5, 6-dan. Cavabımız olacaq 6. B variantı. Sonra gəlir 10-cu suala baxarıq. Bu ədədin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Kök hətta 15 çıx 2 kök 3. Ədədin kəsr hissəsi ilə deməli kəsri tapmaq üçün ədəddən tamını çıxmalıyıq. Bu da nə deməkdir? Buna təqribi yuvarlamışsaq. Kök 15-dən çıxır 3 tam. Deyək ki, onda 16-ya yaxındır da, 4-ə yaxın, 3,9. 2-ni salsaq içəri. 2-nin kvadratı 4 vur 3. Kök 12 eləyir. Bu da yenə 3,10-da haradasa deyək buna bir 7. Təqribi qiymətlə işləyir. Çünki 3 aşıb. 15-dən də kiçik olduğuna görə 9-dan kiçik götürülür rəqəmin kəsr hissəsi. Bu da təqribi neçə verir? 0,2. 0,2-nin də tam hissəsi bizə nə verəcək? 0. Tamı 0-dırsa, tam 0-dırsa, onda buradan görsənir ki, kəsrlər nəyə bərabərdir? Ədədin özünə. Kəsrini tapdıq ki, deməli, onda neçədir elə? Kök altda 15 çıx 2 kök altda 3-dür. Kəsr hissəsini tapdıq. Kəsr hissə ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Bunun əksi nə deməkdir? Yəni mənfisi. Yəni onda çıxır ki, mən bura kəsri əksə vururamsa, kök 15 çıx 2 kök 3-ü vururam əksinə, yəni həmin ifadəni yazıram. Amma mənfisinin, qabağını da mənfi atıram. Əksi və kəsri. O da bizə gördüyümüz kimi eyni ifadəni eyni ifadəyə vurduğuna görə mənfini yazırıq heç. Həmin ifadənin, yəni 2 həddinin kvadratı yaranır. Bunu düsturə görə açsaq, mənfini yazaq hələlik. A çıx
A çıx B-nin mötərizə kvadrat düsturu kimi baxsaq, düsturu xatırlayaq. A kvadrat çıx 2AB plus B kvadrat düsturumuz. Yəni kök 15'in kvadratı çıx 2 vur kök 15 vur 2 kök 3. Üstə gəl 2 kök 3'ün kvadratı. Bu da verir bizə mənfi kökün altında. Kvadratla 15'in kökü gedir. Qalır 15 minus 2'ni 2'yə vursaq 4. Kökün altına 15'i savursaq 45. Üstə gəl 2'nin kvadratı 4. Kök 3'ün kvadratı 3. 45'i də parçalasaq 9 vur 5 kimi. Belə bir ifadə alınacaq. 15 ilə 4'ü çalanda 12 edir də bu. 12'ni toplasaq 27 çıx 9'dan da 3 çıxacaq. Kökün altında 5 qalacaq. 3'ü də qabaqdakı 4'ə vursaq 12 kök altında 5. Və qabaqda da mənfi olduğuna görə mənfini təsir etdirsək mənfi 27 mənfi olsa plus 12 kök 5 olar. Amma toplularda adətən cavabda birinci həmişə müsbət yazılır. 12 kök 5 yazılır. Sonra çıx 27. Yəni cavabımız olacaq 12 kök 5 çıx 27 A variantı. Demək uşaqlar, burada nə öyrənəcəksəm də onu başa düşək. Nə vaxt ki ədədin dedik ki, neymişsiniz? Kökün altını salırsınız. Elə belə deyilə bilərsiniz. Kvadratların fərqini tapa bilərdiniz. O nəysə. Kökün altından təqribi çıxardandan sonra tamı 0 oldusa, tam 0 olanda kəsrin ədədin özünə bərabər olur. Əksi də onun mənfisidir. Və buradan görsənir ki, əkslə kəsri vuranda həmin ifadənin kvadrata yüksəldib qabağını atacaqsınız mənfi. İndi həmin misaldan görək var təkrar. Aha, 11'də var. Yenə də görürsünüz ki, kəsr hissə ilə əksini hasılı soruşur. Deməli, indi bunu yoxlayaq görək. Bunu tamı 0 verirsə, həmin işi görəcəm. Necə yoxladı? 2'ni saldıq içəri. 4'ü vurduq 15'ə. 60. 3'ün kvadratı 9. 6'ya vurduq 54. 60'dan təqribən nəyin kvadratı var? 7 tam 49 aşıb. 60'da da gəlib çıxa bilməyib amma. Deyək ki, 7 tam 8 deyək. 54'ü də 7 tam 6 deyək. Çıxanda 0 tam 2 alır. Və bunun tam da neçədir? 0. Gördüyümüz kimi tamı 0 alınıbsa, yenə də kəsr hissəsi əksinin hasilini tapın deyəndə həmin ifadənin, yəni bizə verilən ifadənin kvadratını yazıb qabağa mənfi atacaq. Kvadrata yüksəltsək, deməli 2 kök 15'in kvadratı 4 vur 15 çıx. 2 vurulsun. Bax bu 2'ni vururuq bu içəridəkilərə. 2 kök 15 və 3 kök 6 plus bir də 3 kök 6'nın kvadratı 9 vur 6. Bərabər. 4'dan 5'ə vursaq 60. 9'u 6'ya vursaq 54. 60 ilə 54'ün cəmi 114. Olacaq belə mənfi 114 minus 2'ni 2'yə vuruq. 4, 3'ü də vursaq 12. Kök 6'nı 15'də 6'ya vursaq 90. Burada 90 özündə 9 vur 10 kimi yazsaq 9'dan çıxar 3 kök altında 10. 3'ü də 12'yə vursaq olur mənfi 114 belə bəcəcək minus 36 kök 10. Mənfiyə vurduğumuza görə ikinci ədədimiz də mənfidir. Bu müsbət olur. Yəni birinci 36 kök 10 yazacaqsınız. Minus sonra 114. 36 kök 10 çıx 114. C variantı. 12-ci sual. Görək 12-də nə istəyir bizdən. Standart şəkildə yazılmış bu ədədin A bərabərdir. N vurulsun 10 üstü N minus 1. Bu artıq standart şəkildədir. Ədədin qiymətli hissəsi standart şəkildə yazılmış B-nin N vur 10 üstü N plus 1'dir. Ədədinin qiymətli hissəsindən 2 dəfə kiçikdir. Yəni N M-dən 2 dəfə kiçikdirsə, bu N M-dən 2 dəfə, onda M də N-dən 2 dəfə böyükdür. Yəni M bərabərdir 2 vur N-ə. 2 dəfə böyük sayılır.
A ədədinin tərtibi B ədədinin tərtibindən 1,4 dəfə böyükdür. A-nın tərtibi m-1-dir, B-ninki m+1-dir. İkinci cümləyə görə m-1 tərtibi bərabərdir B-nin tərtibindən, yəni m+1-dən 1,4 dəfə böyük, yəni 1,4-ə vurarıq. Dəfə deyəndə vururuq. Bizə soruşur ki, 2m üstəgəl 3n-i tapın. Hələ bura kimi var. Birinci vurub atsaq, olacaq 1,4 n üstəgəl 1. Daha 1,4. 1,4 həm n-ə vururuq, həm 1-ə vururuq. 1,4 n üstəgəl 1,4. M-in də yerinə bu 2n-i qoysaq, olacaq 2n çıx 1 bərabərdir 1,4 n üstəgəl 1,4. 1,4 sola geçsə 2-dən 2n-dən 1,4-ü çıxarıq. Sağda 1,4 var. Bu mənfi 1-də sağa ötərik. Bunlar +1. Onda olar 0,6 n bərabərdir 2,4. N də bərabərdir 2,4-ü 0,6-ya bölərik. Vergülləri açsaq, çünki hər iki tərəfdə vergüldən sonra bir ədəd var. Olur 24/6. Bu da bizdə eləyir 4. N 4'tür. N 4'tür. Hesabından N 4'tür. M'yi də ki dedi ki N'in 2 qatıdır. Bunu gətirib burada yazsaq. M də bərabərdir 2 vur 4 8'dir. Amma bu məndən gördüyünüz kimi 2m üstəgəl 3n-i soruşur. 2-ni vuracağım 8'ə. Üstəgəl 3-ü də vuracağım 4'ə. 16 üstəgəl 12 bərabərdir 28'ə. İfadənin qiymətini tapın. Cavab oldu 28. Sonra keçirik 13-cü suala. 13. ABC bir-birindən fərqli ədədlər olarsa, standart şəkildə bu ədədlərin hasilinin ən böyük qiymətinin tərtibini tapın. A vur 10 üstü B, C vur 10 üstü A, B vur 10 üstü C. Bunları birbirine vursaq, A vur B vur C olacaq. Onun üstündə isə üstlər toplanılacaq. Suala baxaq. Standart şəkildə yazılmış bu ədədlərin hasilini tapdıq. Ən böyük qiymətinin tərtibini tapdıq. Hasilin ən böyük olması üçün deməli ABC-lərimiz də böyük olmalıdır. Deməli ən böyük qiymət deyəndə uşaqlar düşünməm ABC axı biz çox qiymət qoya bilərik. Amma nəzərə alsaq ki, ayrı-ayrılıqda deyir ki, standart şəkildə yazılmış. Əgər bunlar standart şəkildə yazılırsa, bilməlisiniz ki, qiymətli hissə bir rəqəmli olmalıdır həmişə. Bir rəqəmli, C-si də B-si də. Yəni bir rəqəmli olması üçün ən böyük ədəd hansıdır? Və bir-birindən deyir fərqli ədədlərdir. Yəni birinə 9 yazaq, birinə 8, birinə 7 yazaq. Onda üstünə 9'u, 8'i, 7'ni toplamalıyıq. Olacaq belə bir şey. 9'u 8'ə vurduq. 72. 7'yə də vursaq 504. Vur 10 üstündə. Bunları toplasaq eləyər 24. Və biz bunu standarta gətirməliyik. Çünki bizə deyir ki, ədədlərin hasilinin ən böyük qiymətinin tərtibini tapın. Tərtib üçün gəl standarta gətirir. Onda bunu yazarıq belə 5'dən %4 vergülü 5'dən sonra qoyarıq. İlk natural ədəddən sonra vur 10 üstü 2 çünki vergülün 2 rəqəmimiz qaldı. Vur bir də 10 üstü 24 var. Vuranda da üstlər toplanılır. Olur 10 üstü 26. Deməli səndən də soruşur ki tərtibi neçədir? Tərtibi 26. Cavabımız olacaq 26. Əslində 13-cü sualla uşaqlar. Burada bir sual var. Baxın sizə deyim. 13-cü sualla
23-cü sual demək olar ki, eynidir. Sadəcə birində tərtibdən danışırdı, birində isə qiymət. Burada deməli bizim tərtibi soruşur, amma 23-də qiymətli hissəni soruşur. Qiymətli hissə də 5,4 idi və biz onu mənfi kimi göstərdik. Mənfi 5,4 olur. Onun tam hissəsi mənfi 6 çıxır. 23 ilə, yəni bundan qabaqki mövzunun 23 ilə buradakı mövzunun 13-ü demək olar ki, eyni sualdır. Sadə suallar başqa verilir. Birində tərtib, birində isə qiymətli hissədən danışır. Gəldik 14-cü suala. Deyir ki, 3n ifadəsinin ən kiçik qiymətidir. Ümumiyyətlə, modul ən kiçik qiymət deyəndə birinci ən kiçik 0 ola bilər. Heç vaxt mənfi almır. Onda buradan çıxır ki, n bərabərdir 3n-ə. Standart şəkildə yazılmış A və B ədədlərinin hasilinin A və B-nin hasilini tapar. Onda m-in qiymətli hissələri 1 vururuq. 10 üstü m-lə də 10 üstünü 1 vururuq. Bu da olur m-in vur 10 üstündə m plus n-ə. Bu ədədlərin hasilinin standart şəkildə yazılışında qiymətli hissənin, yəni bu m-nin ala biləcəyi ədədlərin cəmini tapın. M-in də yerinə 3n qoysaq, baxın burada uşaqlar m 3n tapmışdır. Gətirib bunu m-in yerinə qoysaq, olacaq 3n vur n vur 10 üstü 3n üstə gəlin. Bu da olacaq belə 3n kvadratı vur 10 üstü 4n. İndi deyir, ədədlərin hasilinin standart şəkildə yazılışında qiymətli hissə ala biləcəyi ədədlərin cəmini tapın. Bəs necə almalıyıq ki, n də bir rəqəm ədəd olmalıdır. Onda biz, məsələn, n-ə 1 versək, n bizdə olacaq 3 qatı, yəni 3n idi, 3. N-ə 2 versək, m olacaq 6. N-ə 3 versək, məsələn, m olacaq yuxarıda 9. Hələ ki, bura baxırıq. Yəni, bax, burada yoxlama apardıq ki, n-ə 1 verə bilirik, 2 verə bilirik, 3 verə bilirik. Artıq, belə deyək, 4 verə bilmək. Çünki 4-ü çavar neçə eləyəcək? 12 eləyəcək. İndi deyir, yazılışda qiymətli hissəni ala biləcək ədədlərin cəmini tap. Əvvəla n-ə 1 qoysaq, nə olacaq? Burada yerinə qoysaq. N-ə 1 qoyanda olacaq 3 vur 1-in kvadratı vur 10 üstü 4. Bu da eləcək 1-in kvadratı 1 eləyir. 3 vur 1 vur 10 üstü 4. O da eləyir 3 vur 10 üstü 4. N-ə 2 versək. Olur 3 vur 2-nin kvadratı 4 vur 10 üstü 4 2 8. O da eləyəcək. Bax, burada qoyuruq. Ancaq bu şəkildə. Burada yerinə qoyuruq. O da 12 vur 10 üstü 8. O da bərabərdir. 1,2 vur 10 üstü 9. Vergül birinci ətəsə qoyub. Vergüldən sonraki rəqəmlərin sərqlər onluqların sayını bir vahid artırırıq. Sonra və burada yenə 3 vurulsun n-in kvadratı. Yəni 3-ün kvadratı 9 vur 10 üstü 4'ü də 3'ə vursaq olacaq belə 27 vur 10 üstü 12. Yəni vergülümüzü birinci ədəddən sonra qoysaq olacaq 10 üstü 13. İndi bizə deyir ki, standart şəkildə yazılışda qiymətli hissəni ala biləcək ədədlərin cəmini tapın. İndi görək burada neçə alınacaq. 14-cü sualda. Biri oldu nə? Göstərək buradan. Birdə oldu 3. Birində oldu 1,2. Birində oldu 2,7. Bunları toplasaq. Çünki qiymətli hissə ala biləcəyi qiymətli hissələrindir. Cəmi tap. 3 üstə gəl 1,2. Üstə gəl 2,7. Da bərabər 3 ilə 1, 2. 4, 6. 6,9 edər. Mütləq standarda gətirəndən sonra qiymətli hissəyə baxmalısınız.
Gətirməsək olmaz. Sonra gəlirik 15-ci suala baxaq. 15-ci sual nə istəyir? Verilmiş ədədlər üçün uyğunluğu müəyyən edin. Deməli, birinciyə baxaq. Kök 3 çıxılsın 2. Kök 3-ün içində təqribi var 1,7 çıx 2. Bu eləyir -0,3 təqribən. Sonra keçirik ikinciyə. Kök 5 çıx 2. Kök 5 4'ü açdığına görə 2,3 məsələn 3 deyək, çıx 2. 2,3-dən 2 çıxanda bölür 0,3. Və üçüncüsü 4 çıx kök 5. 4 çıx 5-dən yenə çıxır 2,3 deyək ki 3. O da eləyir 1,7. Gəl baxaq. Tam hissəsi 0'dır. Deməli bu 2-yə aiddir. Tam hissəm 0'dır. Deməli yazaq buradan 1, 2, 3. 2'yə gedir A. Sonra tam hissəsi -1'dir. Düzdür. -0,3'ün tamı 1 vahid artıq. Yəni 0 isə 1 qalxdan neçə oldu? -1. Deməli 1'ə gedir B. Kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Kəsr hissəsi düzdür 0,3'dür. Yəni ədədin özü də 0,3'dür. Doğrudan da elə özüdür. Cavab olacaq. Burada dedik ki, ümumiyyətlə tamı 0 alınırsa, kəsr ədəd elə kəsr hissə ilə ədədin özünə bərabərdir. Onu da 2'yə gedir, həm də C. 3'ə baxaq. Kəsr hissəsi 3 çıx kökdə 5'dir. Kəsr hissəsi. Ona baxaraq kəsr hissəsi 1 çıx kökdə 3'dür. Yaxşı. Ümumiyyətlə kökdə 5 harda var? İkincidə də var, üçüncüdə də var. İkinciyə 2 cavab vermişik. Çox güman üçüncü olacaq. Yenə də baxaq. Bunun tamı neçədir məşğular? Tam hissəsi 1'dir. Və dedik ki, kəsri tapmaq üçün tam üçüncüdə kəsri tapırıq. Ədəddən çıxırıq tamını 1'i. 4'dən də 1 çıxanda 3 çıx kök 5 qalar. 3 çıx kök 5 D variantı. 3'ə gedər D variantı. Və kəsr hissəsi 1 çıx kök 3'dür. Kök 3 də 1'də var, amma yenə də yoxlayaq. Kök 3 çıx 2'dən çıxmalıyıq. -0,3'ün tamı -1'dir deyə. Çıxacam -1'i. O da olacaq belə. Kök 3 çıx 2 mənfiyə dəyər plus olur. Plus 1. O da olur kök 3 mənfi 2 ilə 1 -1 verir. Kök 3 çıx 1. Amma burada isə verib 1 çıx kök 3. 1 çıx kök 3 bunlar fərqli şeylərdir. Yəni biri mənfidir, biri müsbət olur. Yerlərini dəyişdirmir. Toplamada yer dəyişsə problem yox. Çünki toplananların yerini dəyişən cəm dəyişmir. Amma çıxmada yer dəyişmək olur. Yalnız qabağa mənfi atmaq şərti ilə. Burada mənfi atmadığına görə Y variantı heç birini ödənmir. Deməli cavabımız olacaq 1'ə B, 2'yə AC, 3'ə də D. Eynisi də 16'dadır. 16'nı da elə işləyəcəksiniz. Siz 16'nı bir də izah edeyim. Birinci kök 7 çıx 3. 7'dən çıxır 4'ü açdığına görə 2,5 çıx 3. Bu da eləyir -0,5. Tamı olur 1 vahid artıq. Yəni -1. Kəsri isə olur nə? Kəsrini də bir dəfəlik. Ədəddən, yəni kök 7 çıx 3'dən çıxırıq bunun tamını. -1 olur kök 7 çıx 3 üstəcə 1. O da bizə verir kök 7 çıx -3 ilə 1 2 verir. Kəsr hissəsi budur, tam hissəsi -1. Baxaq, tam hissəsi -1 olan yoxdur. Kəsr hissəsi kök 7 çıx 2 olan var. Deməli 1'ə gedir. 1'ə gedir D variantı. Sonra keçirik ikinciyə. İkinci. 3 çıx kök 10. Bu da təqribi edir 3 çıx 19'u açdığına görə 3,5 yazarıq. Bu da təqribən -0,5'dir. -0,5'dir. Deyək ki, bunun da tamı
Bunda tamı mənfidir. Mənfi 1-dir. De kəsirinə baxaq. Kəsir isə 3 çıx kökün çıx mənfi 1 yazanda olur 3 çıx kökün mənfi mənfidir plus 1 olur. O da olur 3 ilə 1 toplasaq 4 çıx kökün olur. Deməli 2-yə də gedir. Y variantı, başqa bir şey getmir. Və üçüncü kökün çıx 3. Kökündən çıxır 3 tam təqribən onda 5 çıx 3 o da 0,5. Tamı 0'dır. Tam 0 olanda kəsir hissi də ədədin özünə bərabər olur. Yəni kökün çıx 3 olur. Deməli kökün çıx 3 yoxdur, amma tam hissəsi 0 olan var. A variantı uyğun gəlir. Yazaq. 3-ə gedir A. Bir də kəsr hissəsi verilmiş ədədin özünə bərabərdir. Həqiqətən kəsr hissəsi ədədin özünə bərabər oldu. Həm də gedir B. Tam hissəsi 1 olan ümumiyyətlə yoxdur. Belə. Deməli 1 oldu D, 2 oldu Y, 3 oldu AB. C heç birinə istifadə olunmadı. Bayağı da Y heç birinə istifadə olunmamışdı. Bu qədər uşaqlar. Sağ olun, salamat qalın. Növbəti mövzumuz tam cəbri ifadələr olmalıdır. Həmin mövzunun inşallah izahlarında görüşənədək. Sağ olun, salamat qalın.